Başqa bir misala baxsaq, misal üçün, deyir 3 üstəgəl 6 üstəgəl 9 və s. və s. plus 99. Bizə deyir ki, bu cəmi tap. İlk həddimiz nədir? A1, 3. Sonuncu həddimiz nədir? AN nədir? 99. Hə, indi biz baxmalıyıq ki, neçə dənə həddi var? Həddin nömrəsi var idi. N bərabərdir sonuncudan çıxıram birinci 3'ü, yəni bölürəm artım sayını. Neçə artıb? 3. Üstəgəl 1 bərabərdir. Eləyəcək 96 böl 3 üstəgəl 1. Bu da 32, 33. Deməli, buradan 3-dən 99'a qədər 33 dənə hədd var. Yəni, mən 33 dənə həddin nömrəsini tapmalıyam. Yəni, S33'ü tapmalıyam. Bərabər 3 üstəgəl 99, birinci hədd, üstəgəl axırıncı hədd, bölünsün 2, vurulsun 33. Yəni, enimizin nömrəsi. 2-də 102, vurulsun 33. Bundan bu ixtisar getsə eləyəcək 51. 51'i də 33'ə vursaq, onu alt-alta toplasaq, orada 3, 8, 1683. Cavab 1683 eləyəcək.